Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu söhbətimizdə sizinlə gözəl bir duanı bölüşmək istəyirəm. Bu dua əsasən gündəlik namazlarda niyyət eləyib təkbirətül-ehram deməzdən oxunur və gözəl dualardan biridir. İmam Sadiq əleyhissalam buyurur ki, Həzrət Əli əleyhissalam öz səhabələrinə buyurdu. Hər kəs namaza başlamazdan əvvəl, niyyət eləyib təkbirətül-ehram deməzdən əvvəl bu duanı oxusun. Dua belədir. Ya muhsinu qəd ətəkəl musi və qəd əmərtəl muhsinə ən yətəcavəz ənil musi və əntəl muhsinu və ənəl musi fəbəhaqqi Muhammedin və ali Muhammed sallə alə Muhammedin və ali Muhammed və təcavəz ən qəbihi mə tə'ləmu minni. Duanın tərcüməsi belədir. Ya muhsinu qəd ətəkəl musi. Ey ehsan edən, ey yaxşılıq edən, günahkar bəndən sənin huzuruna gəldi. Və qəd əmərtəl muhsinə ən yətəcavəz ənil musi. Sən yaxşılıq edənə günahkarı bağışlamasını əmr etmisən. Və əntəl muhsinu və ənəl musi. Və sən yaxşılıq edənsən, mən günahkaram. Mən günahkar da sənin huzuruna gəlmişəm. Fəbəhaqqi Muhammedin və ali Muhammed. Peyğəmbər və əhl-i beytinin haqqına xatir. Sallə alə Muhammedin və ali Muhammed. Muhammed və Muhammed ailəsinə salavat göndər. Və təcavəz ən qəbihi mə tə'ləmu minni. Və məndən bildiyin pislikləri bağışla. Bəli, çox gözəl bir duadır. Allaha belə müraciət eləyirik ki, ilahi sən yaxşılıq eləyənsən, mən günahkaram, özün əmr eləyibsən ki, yaxşılıq eləyənlər günahkarları bağışlasın. Sən də yaxşılıq eləyənsən, mən günahkar da sənin huzuruna gəlmişəm, Peyğəmbər və ali Peyğəmbərə xatir məndən bildiyin bütün günahları bağışla. Gözəl dualardan biridir. İnsan bunu həm namazlara başlamazdan əvvəl oxuya bilər, həm də elə namazdan sonra bütün hallarda Allahla bu gözəl dua vasitəsilə münacat eləyib bağışlanma diləyə bilər. Allah hər birimizdən qəbul eləsin, hər birimizin günahlarımız üstündən qələmə əfvi çəksin və bizləri bəyənib seçdiyi bəndələrindən qərar versin və Peyğəmbər və əhl-i beytindən bizləri dünya və axirətdə ayrı salmasın. Bugünkü söhbətimiz bu qədər. Sağ olun, salamat qalın.